Mən sizdən soruşuram, qiyamət günü əməl günüdür, yoxsa hesab günü? Hesab günü. Yevmul hisab. Qiyamət günü insan 2 rükət namaz qıla bilər? Xeyr. Qılsa belə faydası var? Xeyr. Sədəqə verə bilər? Xeyr. Əməl yolu bağlanır. Vəssalam. Əməl dəftəri can bədəndən çıxanda bağlanır. Qiyamətdə əməl dəftəri ümumiyyətlə bağlanır. Çünki qiyamətə qədər başqaları sənə nəsə hədiyyə edir, onlar gələ bilər sənə savab. Amma qiyamətdə artıq əməl dayandırıldı. Belə deyilir və stop verilir ki, vəssalam, bitdi. İnsanlar dayanıb Allahın huzurunda bircə əməl edə bilməzlər. Əməl etsələr də təsiri yoxdur. Bəs bir dənə şey var. O nədir ki, orada da adama təsir göstərir, taleyinə təsir göstərir. O bir dənə şey ümiddir. Qiyamətdə belə insan ümid etsə, o ümidi doğrulacaq mütləq. Görün ümidin gücünə baxın. Bir dənə deyim, mənə ümid elə, mən də həll eləyim.